Salam əziz dostlar. Nəhayət ki, Illustratorda mətndən işləməyə başlayırıq. Mətn yaratmaq üçün toolbarda T hərfi ilə işarələnmiş alət lazımdır bizə və yaxud da ki, klaviatura ilə T-ni basaraq aktivləşdiririk bu aləti. Bir neçə rejimlər var mətn yaradanda. Onlardan ən birincisi point type, yəni ki, nöqtəli rejim. Bir dəfə klik edirik, mətnimiz hazır. Ekranlarda lorem ipsum yazısı görürük. Lorem ipsum mətnin görünüşünü göstərmək üçün istifadə olunan xüsusi məna kəsm eləməyən latınca bir mətndir. Yaratdığımız mətni edit eləmək istəyirik. Artıq seçilib. Gəlirik burada marka yazırıq və istəyirik ki, bu yazdığımız mətni böyüdək, kiçildək, yerini dəyişək və s. Onun üçün edit rejimindən çıxmaq üçün ya mausa move toolu seçə bilərik və yaxud da ki, escape düyməsini basa bilərik. Mən indi escape-i bastım və istəyirəm ki, yaratdığım mətni böyüdüm. Böyüdürəm və görürsüz ki, necə iyrənc görsənir. Onun üçün qızıl qayda heç vaxt mətni shiftsiz böyütmək olmaz. Shifti basıram, mətnimi proporsional böyüdürəm. Ondan sonra yuxarıda optionlara baxıram, görürəm ki, bu seçdiyim obyektə görə Illustrator mənə nələr təklif eləyir. Təbii ki, fil rəngini dəyişə bilərəm mətnimin. Ona stroke verə bilərəm, amma heç məsləhət görmürəm ilkin etaplarda mətnə stroke verəsiniz. Sonra seçdiyim mətnin opacity-si ilə oynaya bilərəm. Illustrator by default bizə Myriad Pro fontunu təklif eləyir. Şriftini təklif eləyir. Əgər mən həmən şrifti dəyişmək istəyirəmsə, buradan gəlirəm. Sistemdə olan və yaxud da ki, özümün yüklədiyim font çıxır mənim üçün seçimdə. İlkin tanışlıqdır deyənə hamımıza tanış olan Arial fontunu seçirəm. Burada onun qalınlıq variantlarını seçirəm. Ölçüsü ilə oynaya bilirəm. Ölçüsünü azaldıram, çoxaldıram. Və burada biz başqa funksiyalar görürük, hansı ki, gələn dəstlərimizin mövzusudur. Və bir də burada character funksiyası var. Character funksiyası üçün gəlin biz onun üçün xüsusi ayrılmış character pəncərəsindən tanış olaq. Illustratorda mətnlə bağlı əksər pəncərələr yığılıb window menüsunda type bölməsində. Bizə lazım idi character, onun shortcutı Ctrl+T və yaxud da ki, elə buradan seçək. Character pəncərəsi gəldi. Sizdə çox güman ki, bu belə görsənəcək. Onun üçün burger menyuya klik eləyib buradan Show Options düyməsini basın. Bütün funksiyalar çıxsın və gəlin bir-bir bu funksiyaların üzərindən gedək. Ən birinci seçdiyimiz fontun adı yazılıb Arial. Arialı seçdik ki, ilk tanışlıqda bizə tanış olan bir şrift çıxsın. Gəlin zövqümüzü oxşayan, gözümüzü oxşayan Helvetica'mızı seçək. Fontumuzu seçdik. Gəlin onun ailəsindən tanış olaq. Onun ailəsi bax aşağıdakı bölmədə yerləşib. Nə gözəl görsənir bu. Tutaq ki, gəlin saxlayaq regular. Regular saxlayaq və görək başqa nəyimiz var. Təbii ki, biz fontumuzu, mətnimizi bir shifti basaraq move tool-la böyüdüb kiçildə bilərik. Eləcə də buradan əgər konkret bir ölçü istəyiriksə və adətən də tipoqrafika ilə mətndən işləyəndə biz konkret net ölçülərlə gedirik. Gəlin bunu eləyək. 120. Əla. 120 elədik. Növbəti onun yanındakı pəncərə. İndi bizdə burada sətr yoxdur. Amma əgər sətr olsa, bu növbəti pəncərə həmin o sətirlər arası məsafədir. Gəlin tutaq ki, burada bir enter basaq və yazaq education. Education. Ümid edirəm axırdakı N hərfi düşüb. Ölçüsünü artıq mətnimiz böyüdü deyənə ölçüsünü 70 yazaq. Education alınıb. Okay. Bunu eləyək N. İndi gəlin görək bu sətirlər arası məsafə necə işləyir. Azalda bilirik, çoxalda bilirik. Təbii ki, yerinə görə, istifadəsinə görə bu dəyişir. Buradan auto verə bilirik və keçirik növbəti pəncərəmizə. Bu isə kerning termini var həyatımızda. Gəlin birinci sağdakı göstəricini başa salım. Sağdakı bölmədə biz simvollar arası məsafəni təyin edirik. Negativ məsafə var və pozitiv məsafə var, bir də ki, sıfır məsafəsi var. Bəzi fontların, bəzi şriftlərin özlərində bir növ fabrik ayarlarında bəzən olur ki, tracking məsafəsini, buna tracking deyirlər. Tracking məsafəsini biraz çox verirlər, pozitiv verirlər və görüntüdə baxırıq ki, yox, bizdə bu hərflər, simvollar arası məsafə çoxdur. Onun üçün biz bunu buradan manual olaraq seçə bilərik. Həm verilənlərdən seçə bilərik, həm də ki, burada klik eləyib istədiyimiz, misal üçün, negativ olsun, -15 punkt bu kiçilsin. Eləcə də biz bunu artıra bilərik, ara məsafələrini və hamısı istifadə yerindən asılıdır. Amma gördüyünüz nümunə elə də gözəl görsənmir.
qaytarırıq negativ 15-ə, minus 15-ə. Keçək kerningə. Kerning hərflər arası fiziki məsafə yox, vizual məsafədir. Məsləhətdir ki, bunu elə optikal saxlayaq. İllüstrator öz məntiqi ilə, öz alqoritmi ilə hərflər, simvollar arası məsafəni özü vizual harmonik təyin eləsin. Növbəti funksiyamız mənasız funksiyadır, amma yenə də baxaq görək nə üçündür bu. Şriftimizin, fontumuzun uzunluğu ilə və yaxud da ki, eni ilə oynamaq üçündür. Fikir versəz, heç birini eləmirəm, sadəcə göstərirəm. Çünki bunların heç birini əldə etmək olmaz. Bu funksiyanı göstərmək üçün set the baseline shift. Baseline bu gördüyünüz mavi xəttdir. Bəzən olur ki, mətndən işləyəndə bizə lazım olur bir oynaq, dinamik effekt yaratmaq istəyiriksə, bu gördüyünüz baseline-dan bəzi simvolları aşağı-yuxarı qaldırmaq lazım olur. Gəlin yoxlayaq. Burada tutaq ki, negativ. A düşsün aşağı, K hərfi düşsün aşağı. Burada A-nı biraz yuxarı qaldıra bilərik. Bax, baseline-ı idarə eləmək üçün bir funksiyadır. Hamısını seçək, sıfırlayaq. Bundan sonra gəlir rotate. Bunu da əslində əgər biz mətnə xüsusi düzəlişlər, belə rotatelər və s. transformasiya verəcəksə, onun ən gözəl yolu mətni outline eləməkdir. Outline-ı da sonda göstərəcəm. Buradan da biz simvolumuzu, bucaqlarını dəyişə bilirik. Buna da ehtiyacımız yoxdur. Və nəhayət aşağıdakı ən çox istifadə olunan maraqlı hissələrə keçirik. Birinci funksiyamız, əgər yazımızı biz hamısını böyük hərflərlə istəyiriksə, yəni uppercase ya da all caps. İkinci funksiyamız small caps. İllüstrator proqramı özü böyüdüb kiçildəndə burada belə eybəcər qalınlıqlar problemi çıxır ortaya. Bunu deaktiv eləyək. Əgər markanın kvadratını yaratmaq istəyiriksə, 2 yaradırıq və burada superskriptə klik eləyirik. Əgər markanı bir kimyəvi element kimi göstərmək istəyiriksə, aşağıdan subscript basırıq. Heç bir kimyəvi reaksiya istəmiriksə, delete basırıq. Sonra markanı bir link eləmək lazımdırsa, altından underline funksiyasını aktivləşdiririk. Əgər üzərindən xətt çəkmək istəyiriksə, underline-ı söndürək, belə bir xətt çəkirik. Bu adətən istifadə oluna bilər köhnə qiymət, yeni qiymət kombinasiyasında. Təbii ki, dizaynerlər xüsusi toxunuş üçün elə strike through funksiyasından istifadə eləmirlər. Elə özləri stilistik bir xətt çəkirlər, ola bilər diaqonal xətt olsun və s. Bir də burada qarşımıza dil seçimi çıxır. Bu dil seçimi bizə nə vaxt lazım olur? İllüstrator müəyyən deyəndə əksər dilləri tanıyır. Biz burada marka education yox, yazırıq burada Azərbaycan dilində marka institut. Bəli, yazırıq marka institut və indi istəyirik biz bunu uppercase eləyək. Fikir verirsinizsə, birinci shiftlə yazdığım i hərfini tanıdım. Amma o birisi i hərfləri böyüyəndə ü oldu, çünki ingilis dilində nöqtəli i hərfi elə bir simvol yoxdur. Bunun bir life hack-ı var. Tutaq ki, bizdə burada uzun bir mətn var, hansı ki uppercase ilə olmalıdır və bizə mətnimiz gəlib belə lowercase ilə, yəni balaca hərflərlə. Biz bunu uppercase eləyəndən sonra dil seçimini Turkish eləyə bilərik. Turkish eləyəndə İllüstrator türk dilini tanıyır. Türk dilində böyük i hərfi var və belə məsələmiz həll olunur. Bir də sonda sizə deyəcəyim bir funksiya, mətni outline eləmək. Yazımızı yazdıq. Gəlin bu dəfə burada bir Samsung yazısı yazaq. Samsungun loqotipi yadımızdadır. Bizdə bir condensed fontuydu. Impact yox. Gəlin burada başqa bir elə condensed yazaq, yəni sıxılmış bir font. Və buradan seçək, tutaq ki, bunu. Və biz indi istəyirik ki, mətnimizin başına müəyyən oyunlar açaq ki, A hərfinin içini kəsək. Amma bu mümkün deyil. Mətni shape formasına salmaq üçün biz burada object expand eləyə bilərik. Və yaxud da ki, sağ düyməni basıb create outline shortcut'ı shift ctrl o. Gəlin elə shortcut'dan gedək. Shift ctrl o. Mətni fikir verin, command y bastım. Mətnim artıq outline oldu. Və indi artıq mən istəsəm burada A hərfinin içini kəsə bilərəm. A hərfinin içini kəsmək üçün də bizdə burada gözəl bir qayçı aləti var. O qayçı aləti gizlənib eraser tool, sizer tool və knife tool. Bəlkə də knife tool ola bilər. Gələk, buradan bunu belə kəsək. Direct selection tool-la bunların ikisini də seçək və delete eləyək. Delete elədik. Əcəb seçdik. Delete elədik və bizdə Samsungun çakma loqosu formalaşdı. Type tool-la, karakter pəncərəsi ilə göstərəcəyimiz bu qədər. Biz isə keçək praktikaya.
Praktikaya başlamamışdan qabaq, illər öncə eşitdiyim çox gözəl bir sözü sizinlə paylaşım. Hansısa sahədə uğur əldə etmək istəyirsənsə, əsas da yaradıcılıqda, onda sənətkarların və yaxud da ki, çox gözəl işləri tapıb onları kopyalamaqdan başlaya bilərik. Biz bunları kopyalayanda həm onların texnikasını öyrənmiş oluruq, həm də hər kopyanı çıxartdıqca içimizdəki bir yaradıcılıq bizi qıdıqlayır və ora özümüzdən də nələrsə qatırıq. Nəticədə o sənətkarlar kimi texnikaya sahib oluruq və vaxt keçdikcə öz texnikamız, öz tərzimiz də formalaşır. Buna görə internetdə maraqlı bir nümunə tapmışıq və gəlin onu hissələrə bölüb analiz eləyək və bunun kopyasını yığmağa çalışaq. İlk öncə qarşımızda biz 3 kateqoriyada font görürük, şrift görürük. Birincisi Find və Day. Bunlar bir tərz şriftlə yazılıb. The Good in Each bu başqa bir tərzlə yazılıb və tagline hissəsi Los Angeles 946 başqa bir tərzlə yazılıb. İndi biz character bölməsindən bu fontları necə seçib, necə bura otuzduracağıq, onu öyrənəcəyik. Artboardumuzda biraz boş yer yaradaq. E hərfini basaq, mətn yaradaq, bura yazaq Find, nisbətən shift-i basaq böyüdək və axtaraq görək, bax bu tərz fontu biz xarakter panelindən necə tapaq? Bu cür əlyazma fontların klassifikasiyası gedir script. Bəzən burada elə script də yazıb biz uyğun fontları tapa bilərik, amma ola bilər ki, hansısa font hazırlayan şirkət şriftin adına script sözü əlavə eləməyib. Bunun üçün xarakter bölməsində olduqca gözəl işə yarayan bir dənə filtr var. Gəldik, xarakteri açdıq, buradan klik edirik seçim bölməsinə. Burada filter hissəsindən görürük ki, fikir verirsiniz, script, flowing or calligraphic, klik edirik ora və əlimizin altında ancaq, gəlin xarakter pəncərəsini belə yuxarı qaldıraq, əlimizin altında ancaq script fontların seçimini verir. Üzərində gəzək və görək ki, bizim bu fontumuza, bizim bu yazımıza hansı şrift yarayırdı və aha, deyəsən budur. Bir dənə də belə gedək. Gəldik font seçiminə və buradan Luxuries idalı deyəsən. Luxuries. Fontumuzu seçdik, Luxury. Ondan sonra elə bunu da Alt Shift-i basaraq burada bir V yaza bilərik. Dəqiq bu fontu tapmasam da, vaxtımız ona getməsin, buna bənzər elegant dırnaqlı modern bir font tapa bilərik. O da bizdə hansı olacaq? Ən çox yayılmış Play Fair fontu. Mən fontun adını bilirəm, amma burada çıxmadı. Halbuki düz yazmışam. Çünki filtrlərdə məndə hələ də script filtri aktivdir. Ona görə mən bunu Clear All yazıb basıram ki, bütün fontlarım siyahıya gəlsin və mən oradan bəli Play Fair-i tapım. Əvvəlki mövzularımızdan yadımızdadır ki, hamısını uppercase eləmək üçün buradakı uppercase düyməsini basırıq, shift-i basırıq, kiçildirik, gətiririk bura. Alt shift-i basıram, növbəti sözləri yazıram. Good in, bir dənə enter basıram. Each, okey. Birdən sizdə mərkəzə düşsə, narahat olmayın, gələn dərsimizin mövzusudur, amma indidən deyək, burada sol bərabərləşdirməklə biz bunu belə görüntüyə gətiririk. Sonra biz bilirik ki, bu hissə, sətirlər arası məsafə, ingiliscə leading, rus ədəbiyyatında interlinyaj gedir, yəni xəttlər arasındakı məsafə və biz bunu bir buradan istədiyimiz ölçüdə yığa bilərik və yaxud da ki, manual olaraq altı və yuxarı ox işarəsini basmaqla biz bunların leadingini yığa bilərik. Tracking, yəni simvollar arası fiziki məsafəni isə hansına ki, xarakter bölməsində baxın bu hissə cavabdehdir. Bunu isə alt sola basanda yığılır, alt sağa basanda açılır. Bunu isə belə eləyə bilərik. Bu görüntüdən xoşum gəldi. İstəyirəm V də aşağıdakı kimi olsun. Eyedropper tool-la üzərində klik eləsək, həmin mətnin bütün xüsusiyyətlərini özünə götürəcək. Bunu çəkdik bu tərəfə. Find-ı yaratmışıq və fikir verin, vacib deyil ki, əgər bizdə script-lə yazılan find-ın ölçüsü 100-dürsə, onun yanındakı mətnimizin də ölçüsü 100 olsun. Çünki script font biraz oynaq fontdur. O bizim bildiyimiz standart anlayışlara sığmır. Bunun üçün gözə yarı biz bunu belə böyüdürük. Əla, find sözümüz oturdu. Kopyasını altı basıb çıxardıram və bura bir dənə yazıram. Day-i də yazdım. Sonra səni qaldırıram yuxarı, vizual olsun. Səni də götürürəm belə. Biraz ara məsafəsi verə bilərəm. Vacib deyil, düzdür, birə-bir bunun kopyasını çıxardım, amma bənzərliyi olsa əla.
Ardınca gəlir bizdə nə? Burada bizdə bir xətt var. O xətti qoya da bilərik, qoymaya da bilərik. Misal üçün burada fikir verirsiniz necə sağ tərəfi kompozisiyanı yaradıb, belə bir V biraz çıxıb, o boşluğu xəttlə doldurur. Buranı belə D sözünü bütün blokumdan kənara çıxan formada da saxlaya bilərəm. Burada artıq individual öz zövqümüzdür. Sonra isə gəlin yazaq Los Angeles, bir dənə enter 946. Burada da bizdə fikir verirsiniz mərkəzə simmetrikləşib. Ona görə biz burada Align Center basırıq. Gələn dərsimizin mövzusudur. Altı basırıq. Sətirlər arası məsafəni açırıq. Buradan da istənilən bir font, misal üçün elə Helvetica bizdə burada var idi. Helveticanı seçirik. Altı shift-i basaraq kiçildirik. Alt ox işarəsini basaraq leading-i, sətirlər arası məsafəni açırıq. Biraz da alt sağ düyməni basaraq hərflər, simvollar arası məsafəni açırıq, kiçildirik, gətiririk buralara bir yerə. Nümunəmizi artıq silə bilərik. Əsas yığdığımız kompozisiyanı gətirdik mərkəzə, qoyduq bura. Burada fikir verin, əgər mən mətn hissəmi seçib bloklasam və Los Angeles-ı da bu bloka görə fiziki align eləsəm, məndə fiziki align olmayacaq, çünki mənim mətnimdə burada bir boşluq var. Düzgün mərkəzləşmə olmayacaq. Ona görə vizual olaraq biraz sağa çəkirik. Təbii ki, hər zaman böyüdürük ki, daha lakonik kiçik formada biz bunu düzgün qiymətləndirə bilək və hiss edirəm ki, Los Angeles-ı biraz da sola çəkə bilərəm və salam. Bizim ilk tipoqrafik, yəni mətndən hazırladığımız kompozisiyamız hazır. Siz də internetdə maraqlı, xoşunuza gələn və təbii ki, ilk dərs üçün sadə posterlərdən, dizaynlardan götürün, onları kopyalamağa çalışın, bizlə paylaşın. Biz isə görüşək tipoqrafikaya həsr etdiyimiz növbəti dərsimizdə.